Salam dostlar. Bugün sizlərə Quantifies mövzusunun 3-cü hissəsini təqdim edirəm. Həm sayılan cəm, həm sayılmayan isimlərlə işlənən quantifies'lar. Some, any, no, all, most, more, a lot of, lots of, plenty of, tons of, enough. O, tək sayıla bilən isimlərlə də işlənə bilər, bütöv mənasında işləndikdə nümunəni görürsünüz. Sayılan cəm isimlərlə, sayılmayan tək isimlərlə işlənə bilər, artikla da gələ bilər, ofla da işlənə bilər, ofsuz da işlənə bilər. Bunlara diqqət yetirirsiniz. Asılı olduğu isimdən asılı olan xəbər tək və yaxud da cəm ola bilər. İndi isə sama baxaq. Sam da tək sayıla bilən isimlərlə işlənir. Bu adətən miqlərə düşür. Bu zaman tərcüməsi hansısa bir, bəzi, bəlli olmayan mənasında istifadə edilir. Example, some man is waiting for you outside. Çöldə hansısa bir adam sizi və yaxud da səni gözləyir. Deməli, samdan sonra sayıla bilən tək isim gəlir, hansısa bir mənasında işlənir. Some eyni zamanda about, approximately mənasında işlənir. Rəqəmli ifadələrin qarşısında gəlir. Bu zaman kəmiyyət göstərici deyil, zərf kimi çıxış edir. Təxminən mənasında tərcümə edilir. There were some 20 girls in the hall. Təxminən zalda 20-yə yaxın qız vardı. Göründüyü kimi samdan sonra rəqəm və cəm isim gəldi. Tək sayılı bir isimlərlə işlənməsi hansısa bir bəlli olmayan sayda kimi tərcümə olunduqda və yaxud da hansısa bir gün mənasında tərcümə olunduqda sam sayıla bilən tək isimlərlə də işlənə bilər. Buna diqqət yetirin. Adətən magistr və miqlərə bu tipli çaşdırıcı suallar salırlar. Sam adətən təsdiq cümləsində işlənir, bəzən isə suallarda da işlənə bilər. Normalda sual cümləsində eyni və onun törəmələri işlənir, amma təklif və xahiş bildirən cümlələrdə sam işlənə bilir. Bu adətən would, couldlu cümlələrdə, canlə başlayan cümlələrdə olur. Videonu saxlayıb nümunələrə rahat şəkildə baxa bilərsiniz. Xüsusi yapılı oflu ifadələr var. Bunlar adətən fraction, percentagelərdir, kəsir sayıları və faizlərdir. Bunlar xəbər ofdan sonra gələn isimə əsasən təyin edilir. Buna diqqət yetirirsiniz. Ofdan sonra gələn, ofdan əvvəl deyil, ofdan sonra gələn ismə uyğun seçilir. Nümunələri görürsünüz. Two-thirds of the building, ofdan sonra building təkdə olduğuna görə was verir. Əgər building cəmdə olsaydı, təbii ki, xəbər də ona uyğun cəmdə olacaqdı. Hissə bildirən. Most of, the half, some of, part of, the rest of, majority of ifadələridir. Bu ifadələrdə də qayda kəsrlərdə olduğu kimi eynidir. Xəbər ofdan sonrakı isimdən asılıdır. Bunu diqqətinizə çatdırın. Burada bir istisna var. Majority sözü tək başına of olmadan bir qrupu bütöv anlayış kimi ifadə edərsə, tək xəbər ala bilər. Nümunəyə baxaq. The majority support the plan. Fikir verirsiniz, majority özündən sonra xəbəri təkdə tələb etdi. Çünki bütöv bir anlayış, ifadə kəsb etdiyinə görə. Buna görə də mütləq şəkildə fikir verirsiniz. Baxmayaraq ki, cəm isim var, xəbər də mütləq şəkildə burada cəm olmalıdır və işlənmə yerini fərqləndirməyə bacarın. Majority ofla, majority'nin ofsuz işlənmə yerlərini. Daha sonra either, neither, each, every bu MİQ imtahanlarında bu sözlərin qrammatik tətbiqi xüsusi xal gətirən mövzulardan birisidir. Gəlin baxaq. Of olmadan işləndikdə. Bildiyimiz kimi içdir, neydədir, eydədir. Bunlar ofla işlənə bilir, every isə ofla işlənmir. Yalnız one-la every one of ola bilər, xəbərdə təkdə olur. Neither ofun işlənmə yerinə baxırıq. Dedi ki, every ofla olmaz, amma every one of olar. Buna diqqət yetirirsiniz. Və bir də ən maraqlı suallardan birisidir. Magistrlara da bu düşmüşdü. More than one ifadəsi. Bu özündən sonra tək isim, tək xəbər tələb edir. Diqqətli olun burada. More than one student was absent. Few little yoxsa a few a little. Bildiyimiz kimi few little onlar mənaca kəskin şəkildə azlıq bildirir. Demək olar ki, yoxdur, çatışmazlıq bildirir. İnkar sözlərlə işlənməz, çünki onlar özləri inkar məna daşıdıqları üçün. A few a little isə onlar artiklla işlənənlər bir qədər mənasındadır, yəni nisbətən kifayət qədərdir. Ona fikir verirsiniz, müsbət mənalıdır. Only'dən sonra ya a few yaxud da a little, bəzən də some işlənə bilər. Buna da fikir verirsiniz.
Only a few elə few deməkdir. Only little elə little deməkdir. Quite a few many kifayət qədər çox. Very few, very little ifadələri də vardır. İndi isə no və none of-a baxaq. Bildiyimiz kimi no of-la işlənməz, amma none of-la işlənir. None-dan sonra əvəzlik dərsindən bildiyimiz kimi birbaşa isim gəlmir, amma of-la işləndikdə isə isim gələ bilər. No özündən sonra heç bir təyin edici article tələb etmir. None of-dan sonra isə təyin edici hər hansı bir article, əvəzlik gələ bilər. None of the students bu zaman xəbər cəm də ola bilər, tək də ola bilər və buna da diqqət yetirin. Most of yoxsa almost. Most özündən sonra ümumi mənada hər hansı bir isim tələb edir. Most people like music deyirik. Bu zaman əksər insanlar mənasında gedir. Heç bir article tələb eləmir. Bunu sifətin üstünlük dərəcəsindən qatışdırmayın. Mostdan sonra sifət gələrsə, o zaman isim gələrsə, o zaman sifət funksiyasında iştirak edir. Most of-dan sonra təyin edici isim gəlir. Bu konkret hallarda olur. Buna fikir verirsiniz. Almost zərfdir. İsimdən qabaq tək başına gəlməz. Buna fikir verirsiniz. Özündən sonra tək başına isim gəlməz. Yəni, almost people deyə bilmərik. Düzgün ifadə almost all people ifadəsi olmalıdır və yaxud da almost every person ola bilər. Daha sonra ənazə, azə, others və the other, the others-in işlənmə yerlərinə baxaq. Ənazə bildiyimiz kimi ən artiklından yarandığına görə özündən sonra sayıla bilən tək isim tələb edir. Ənazə book. Əgər ənazə sözündən sonra rəqəm və yaxud da zaman gələrsə, bu zaman cəm isim işlənə bilər. We need another 2 hours. Fikir verirsiniz, ənazədən sonra cəm isim gəlir. Nədən? Çünki rəqəm var. Buna fikir verirsiniz. Azədən sonra cəm isim və ya sayılmayan tək isim də gələ bilər. Others sonu s-lə bitənlər isimsiz işlənir. The others də isimsiz işlənir, çünki ismi cəm ismi əvəz edirlər. The otherdən sonra tək və yaxud da cəm müəyyən olan ismə görə təyin edilir. The other ikisindən biri kimi tərcümə olunduqda isə isimsiz işlənir. Yeri gəlmişkən bunu da izah edeyim deyim, qeyd edirəm. Çünki əvəzlikdə geniş şəkildə bunu sizlərə çatdırmışıq. Bu qədər əziz dostlar, nə kimi suallarınız olsa şəxsiyə də yaza bilərsiniz, rəylərdə də fikrinizi bildirə bilərsiniz. Videonu bəyənməyi və paylaşmağı unutmayın ki, digər insanlar da faydalana bilsinlər. Diqqətinizə görə minnətdaram, sağ olun.